Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Nahmeduhu ve nestainuhu ve nu'minu bihi ve netevekkelu aleyh. Ve nestağfiruhu ve netubu aleyh ve nusalli ve nusallimu ala habibihi ve necibihi ve hayretihi fi halqih, hafiz sirrih ve muballighi risalatih. Seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed, Ali Muhammed ve ala alihil etyebinel etharinel muntecebin. Siyama bakiyetillah fil arazin ve salli ala aimmetil muslimin ve humatil mustazafin. Ve hudatil mu'minin usikum ibadallah ve nefsi bitaqvallah. Kâle emirel mu'minin Ali ibn Abi Talib aleyhisselam. Câe reculun ilen nebi sallallahu aleyhi ve aleyhi fekal allimni amelen yuhibbeniyallah ve yuhibbeniyel mehlukun ve yusriyallahu mali ve yusihhu bedeni ve yutilu umri ve yahşuruni ma'aka fil cenneti. Kâle hazihi sittetu hisalin tehtacu ila sitti hisal. Mübarək cümə günüdür. İmam Zaman əleyhisselama məxsus olan gündür. Allah ibadət və itaətlərimizi qəbul eləsin inşallah. Bu əziz gündə özümü və siz qardaşları ilahi təqvaya dəvət eləyirəm. Allah bizi həqiqi təqva sahiblərindən qərar versin inşallah. Əmir-əl-Müminin Əli əleyhisselamdan nəql olunur ki, bir gün bir kişi Həzrəti Rəsulullahın yanına gəldi və Həzrəti Rəsulullahdan istədi ki, ya Rəsulallah, mənə elə bir əməl öyrət ki, yuhibbəniyallah, Allah məni sevsin. Ya Rəsulallah, mənə elə bir əməl öyrət ki, Allahın yaratdığı məxluqlar məni sevsin. İstər insanlar, istər qeyri insanlar. Ya Rəsulallah, mənə bir əməl öyrət ki, mənim malım, varım, dövlətim çox olsun. Ya Rəsulallah, mənə bir əməl öyrət ki, Allah mənim bədənimi sağlam qərar versin və ömrümü uzun eləsin və qiyamət günü də sizlə məşhur eləsin. 6 istəyi gəlir Həzrəti Rəsulullahdan istəyir və buna deyirlər dünya və axirət xeyirlərinin hamısını istəməyi. Və Peyğəmbər də cavabında buyurur ki, təbii ki, məndən 6 əməl istəyirsən və 6 əməlin də təbii ki, qarşılığında 6 əməl var ki, gərək o əməlləri yerinə yetirəsən. Və Peyğəmbər deyir, əgər məndən istəyirsən, bu 6 əməl, 6 iş sənə nəsib olsun, müqabilində gərək 6 əməli görəsən. Biri budur, İza ərədtə ən yuhibbəkəllahu fəxəfu və təqih. Peyğəmbər buyurur, əgər istəyirsən Allah səni sevə, gərək Allahdan qorxasan və Allahdan çəkinəsən, Allahın təqvasını əldə eləyəsən. Allahdan qorxmaq təbii ki, Allahın zalim olmağı anlamına gəlmir. Allahdan qorxmaq bu anlama gəlir ki, Allahın vacibatına əməl eləyəsən və Allahın çəkindirdiyi haramlardan çəkinəsən. Deyir, bunun müqabilində Allah da səni sevəcəkdir. Və buyurur, əgər istəyirsən ikinci şey ki, sənə nəsib ola və o da buydu ki, ya Rəsulallah, mənə bir əməl öyrət ki, Allahın yaratdığı məxluqlar məni sevə. Resulullah cavabında buyurur ki, فَأَحْسِنْ إِلَيْهِمْ
vərfuz ma fi əydihim. Peyğəmbər buyurur ki, onlara yaxşılıq elə və onların əlindəkiləri tərk elə. Yəni, onların əlindəkilərdə gözün olmasın. Təbii ki, bir insana yaxşılıq elədikdə bir dəfə təsir qoymaz, 2 dəfə təsir qoymaz. Peyğəmbər soruşdu ki, bu kişidən sənin nəyin var? Dedi, heç nəyim yoxdur, ya Rəsulallah. Sadəcə olaraq bir dənə dəvəm var. Və Peyğəmbər cavabında buyurdu ki, Mədinənin ətrafındakı kəndlərə su çatmır. Bu, o zamanın indi su qabı hər nə idisə, tuluğu idi, nə idi? Peyğəmbər ona tövsiyə eləyir ki, əgər istəyirsən cəmaət səni sevə və sən onlara yaxşılıq elə, bu günün yaxşılığı odur ki, su doldur apar, o Mədinənin ətrafındakı kəndlərə su payla. Və buyurur, onların əlində olan şeylərdə göz qoyma. Onların əlində olan şeyləri gözünü uzaqlaşdır. Bəzi vaxt insanın sevilməməyinə səbəb odur ki, elə gözü onun bunun malındadır, onun bunun maşınındadır, onun bunun evindədir ki, elə mənim də olsun. İslam əxlaqında, İslam şəriətində İslam əxlaqında bir həsəd var, bir qibdə var. Həsəd bundan ibarətdir ki, insan bir nəfərdə olan mala paxıllıq eləyir, deyir, onda olmasın, darmadağın olsun, mənim olsun. Amma qibdə budur ki, deyirsən, ilahi filan şey o şəxsdə var, elə o onda qalsın, ondan birini də məsələn mənə nəsib elə, mənə yetir. Bu qibdədir, bu əxlaqda bəyənilir, amma həsəd paxıllıq bəyənilmir. Həsəd paxıllıq hədislərdə rak xəstəliyinə, xərçəng xəstəliyinə oxşuyur ki, insanı həmişə içəridən yeyir, axırda da ruhunu məhv eləyir. Necə ki, xərçəng xəstəliyi insanın cismini məhv eləyir. Və odur ki, Peyğəmbər buyurur, istəyirsən məxluqat səni sevə və əhsin iləyhim, onlara yaxşılıq elə və onların əlində olan malları ki var, ora baxma. O mallar sənə aid deyil, o mallar qoy onlarda qalsın və onlara aid maldır. Və 3-cü Rəsulullahdan istədi, ya Rəsulallah, əllimni əmələn ən yusriyallahu mali. Ya Rəsulallah, mənə bir əməl öyrət ki, Allah mənim malımı, varımı çox eləsin. Peyğəmbər buyurdu, və izə ərədtə ən yusriyallahu maləkə fəzəkki. O zaman ki, sən istəyirsən, sənin malın çox ola və zəkat ver. Zəkat burada ümumi anlama gəlir. Həm insanın əkin biçinindən, taxılından, malqarasından olan zəkata aiddir, həm zəkat burada sədəqəyə aiddir, həm zəkat burada ilahi yolda xarışlamağa aiddir. Bəzi vaxt deyirlər ki, el arası pul xərclə ki, pulumun üstünə pul gəlsin. Bunun yəni, düzgün xərcləmə anlamında həqiqi mənası var. Özünün böyük bir bərəkəti var. İstəyirsən, mal, dövlət çox ola, gərək xərcləyəsən, Allah yolunda zəkatıdır, sədəqəsidir, yaxşılığıdır, ehsanıdır ki, üstünə artsın. Peyğəmbər də buyurdu ki, malın, dövlətin çox ola, elə bunu sədəqə ver və zəkat ver. Bəzi vaxt görürsən ki, bəzi, məsələn, olur insanlarda, həm varı çox olur və xərcləməkdə çətinlik çəkir. O zəkat həm də bədənin bir növ straxovkasıdır, bədənin bir növ, belə deyək, sığortası hesab olunur zəkat. Nə qədər xərcləsən, insan dava dərmana o qədər xərcləmir. Bu, mənəvi olaraq özünün bir təsiri vardır. Həm malın bərəkətində, həm insanın canında. Və odur ki, Rəsulullah buyurur, istəyirsən malın çox ola, zəkat ver. Bu 3-cü Peyğəmbərdən istəyi. 4-cü bundan ibarətdir ki, gəldi dedi, ya Rəsulallah, mənə bir əməl öyrət, yusihhu bədəni, bədənim, səhhətim salam, bədənim sağlam olsun. Bədən sağlamlığını istədi. Rəsulullah cavabında buyurdu ki, və izə ərəddə ən yusihhallahu bədənəkə fəəksir minəs sədəqəti.
əgər istəyirsən bədənin sağlam ola, sədəqəni çox elə. Bayaq qeyd etdim ki, zəkat ümumi mənadadır, bir mənası sədəqədir. Amma sədəqə sırf özü xüsusi sədəqə mənası ki, anlayışımız var, o mənadadır. Sədəqə nə nəzir deyil, sədəqə nə tam mənada zəkat deyil, nə xums deyil. Sədəqə o vergiyə deyilir ki, o konkret olaraq fəqirə və kasıba çatan bir maldır. Və ona görə bədən sağlamlığında sədəqənin böyük təsiri vardır. İmam Sadiq əleyhissalamdan bir rivayətdə var, buyurur ki, sədəqəni ki, insan niyyət eləyir, sədəqə versin, əlini cibinə salıb sədəqəni yerinə çatdırmamış Allah dərgahında qəbuldur. Yəni, bu mənada ki, həqiqi niyyətin sədəqədir, hələ çatdırmamış Allah dərgahında qəbuldur. Bəzi rivayətlərdə var ki, sədəqə 70 bəlanı dəf eləyər, uzaqlaşdırar. Sədəqə insanı gələcək bəlalardan qoruyar. Mümkündür, sədəqə insan elə bir hallar olur ki, bunun mənəvi təsiri var. İnsan, məsələn, ya ölə bilərdi müəyyən bir hadisə nəticəsində, amma sədəqə verməsi onu yaralanmaqla nəticələndirdi. Həyatda qaldı və salim qaldı. Sədəqənin böyük həqiqətən təsiri var, çünki səbəbi budur, qeyd etdiyim kimi, o yalnız fəqirə satan bir maldır və ona görə sədəqənin təsiri çoxdur insan sağlamlığında. Və 5-ci olaraq gəldi Rəsulullahdan istədi və yutilu ömri, ya Rəsulallah, mənə bir əməl öyrət ki, Allah mənim ömrümü uzun eləsin. Ömrün uzun olmağı, təbii ki, hamı çox yaşamaq istəyir. Bu şəxs də Həzrəti Rəsulullahdan bunu istədi və Peyğəmbər cavabında buyurdu: "Və izə aradtə ən yutilallahu umrəkə fasil zəvi ərhamikə." Peyğəmbər buyurdu, əgər istəyirsən ömrün uzun olsun, neynə ömrünün uzun olmağını istəyirsənsə, qohumlarla əlaqəni kəsmə. Bəzi vaxt qoxum səndən əlaqəni kəsir, nə qədər istəyirsən yaxınlaşasan, yaxınlaşmır da, bu sənin problemin deyil. Problem ondadır ki, sən kəsəsən əlaqəni. Və təqribən, səhv eləmirəmsə, 7 ila 10 dəfəyə kimi Qur'an-ı Kərimdə qoxumlarla əlaqəni bərpa eləmək tövsiyə olunubdur. Və insanın, hətta ayədə də var, insanın ömrünün uzun olmağına səbəb olan amillərdən biridir. Və bu həqiqətən çox təkid olunub ki, insan ömrünün uzun olmağının bir səbəbi sədəqədir, bir səbəbi qoxumlarla əlaqəni bərpa eləməkdir. Məgər ki, da qoxum, belə deyək, da özü küfür o əhlidir, sənə yaxın gəlmir, müqəddəsatları təhqir eləyir, da ipləri qırıbdır. İpləri qırıbdır da onun öz problemidir. Artıq orada problem səndə və məndə deyil. Və bu Peyğəmbərdən 5-ci istəyi idi həmin şəxsin. 6-cı istək olaraq gəldi, dedi, ya Rəsulallah, mənə bir əməl öyrət ki, və yəhşuruni məkə, qiyamət günü mən sənlə, sizlə, siz əhl-i beytinlə məşhur olam. Və Peyğəmbər cavabında buyurdu ki, İza ərədtə ən yəhşurəkəllahu mə'i fəətilis sucudə beynə yədəyillahil vahidil qəhhar. Peyğəmbər buyurdu, əgər qiyamət günü istəyirsən, bizlə məşhur olasan, namazının səcdələrini uzun elə ki, bizlə məşhur olasan. İmam Səccad əleyhissalamın Səccad ləqəbinin verilməyinin bir mənası buydu ki, İmam Səccad əleyhissalamın səzdələri uzun idi. Hətta qeyd olunur ki, İmam Səccad əleyhissalam 1000 dəfə səzdədə bu zikri təkrarlayardı ki, o zikri bundan ibarətdir ki, La ilahə illallahi riqqən riqqə, La ilahə illallahu ubudiyyətən və təsdiqa. Bu kimi zikirləri İmam Səccad əleyhissalam rivayətlərdə var, 1000 dəfə təkrarlayardı. Amma bəzi vaxt görürsən ki,
bəzi namaz əhli bir 3 dəfə Subhanallah, Subhanallahı hər səzdədə demək adamın çətininə gəlir. Amma həqiqətən şeytanın belini qıran hallardan biri səzdədir. İnsanın ən gözəl qan funksiyasının işləmə zamanı insanın səzdə alıdır. Niyə? Çünki insanın bədəninin 7 üzvü o səzdə halında durması insanın qan dövrəninin ən gözəl işləmə hallarından hesab olur. Səzdə ha vaxt insana ləzzət eləyir. Səzdə o vaxt insana ləzzət eləyir ki, insanın təharəti ola, insan tox qarnına olmaya, insanın biraz o qəlbinin belə deyək, lərzəyə gəlmə anı ola. O zaman səzdə insana ləzzət eləyir. Hətta bizim bəzi ariflərin haqqında nəql olunub ki, elə bir halda səcdiyə gedərdilər. Məsələn, olubdu qış zamanı, gəlibdi, məsələn, hətta üstünə qar belə yağıbdı. Onda məsələn, adam Allahla əlaqəsini o qədər ciddi eləyib, o qədər irtibatı olub ki, bu dünyadan bağlılığı üzülübdür. O qədər rükû halında durub, o qədər səcdə halında durub, bir də qalxanda görüb ki, artıq qar da yağıbdı. Məsələn, üstünü bir həddə qar alıbdı. Və hətta bəzi alimlər haqqında nəql olunur ki, o qədər səcdələri uzun olardı, o qədər rüküləri uzun olardı ki, görərdim, məsələn, kuş gələrdi, üstündə dayanardı, heç hiss eləməzdi. Və ümumiyyətlə, ibadətdə İmam Səccad əleyhissalamdan da hədis var ki, halında nəql olunur ki, İmam Səccad əleyhissalam o qədər, belə deyək, namazda o qədər özündə olmazdı ilahi əlaqəsi, o qədər güclü olardı, əynində olan bu əba düşərdi. Əba düşərdi və heç diqqət eləməzdi, bilməzdi, hiss eləməzdi ki, əbası düşübdür. Bəzi vaxt həqiqətən Allahla əlaqə yaratmağın bu cür, belə deyək, insanın ruhunun inkişafında böyük təsiri var. Sadəcə bizim, məsələn, namazlarımız bəzi vaxt niyə bizə ləzzət eləmir? Məsələn, bir təsiri bundan ibarətdir ki, deyək ki, namazlarını əvvəl vaxtında, əzan oxunan kimi qılınmağı insanın mənəviyyətini həqiqətən çox gücləndirir. Düzdür, bəzi vaxt, məsələn, işinə əlaqədar görürsən ki, zamanında qılanmırsan, o istisna hallardır. Amma tənbəllik eləməyəsən, namazı yüngül saymayasan, namaza xəyanət eləməyəsən. Namaza xəyanət odur ki, onu zamanında qılmısan. Namazı yüngül saymaq odur ki, görürsən ki, məsələn, zamanıdır, qılmırsan, deyirsən ki, axır vaxta saxlayayım, ya məsələn, bəzi vaxt bəzi zikirləri azaldırsan, əhəmiyyət vermirsən və bu kimi şeylər səbəb olur ki, insanın ruhunun, belə deyək, zəifləməsinə. Və odur ki, bu şəxs də Həzrət Rəsulullahdan gəldi, bunu istədi ki, ya Rəsulallah, mənə bir əməl öyrət ki, qiyamətdə sizlə məşhur olum və Peyğəmbər də cavabında buyurdu ki, namazlarının səcdələrini uzun elə. Və inşallah Allaha and verirəm öz izzət və cəlalına, bizi həqiqi ibadət əhlindən qərar versin inşallah. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika vanhar inna şaniyaka huvel abtar.